inklüziv təhsil sistemi tətbiq olunan məktəblərdə, ümumi təhsil məktəblərdə yardımçı otaqlar ayrılır. Bu gördüyünüzdə yardımçı otaqdır. Yardımçı otağa biz uşaqları nə zaman gətiririk? Uşaqların ehtiyacları olduğu zaman. Bəzən olur ki, sinif dərslərində, dərs prosesi zamanı uşaqlar arzu olunmaz davranışlar sərgiləyirlər. Yorulurlar, qorxuları olur, adaptasiya ola bilmirlər. O zaman biz yardımçı otağa gətirir və burada onlara dəstək oluruq. Onunla yanaşı, onların sakitləşdirdiyi bir guşə olaraq da fikirlərsək, eyni zamanda burada həm akademik biliklərə də yiyələnirlər. Belə bir deyimlə sizə, uşaqlar sinifdə görürük ki, yazı bacarıqları yoxdur. Müəllim, biz sinifdə onlara dəstək oluruq, əllərindən tuturuq, yazı yazdırırıqsa, yardımçı otaqda biz onların kiçik motor bacarıqlarla işləyirik. Məsələn, bu sinifdə 20 uşağın əhatəsində etmək sinif müəllimi üçün çox çətindir. Amma dərs prosesi, dərsdə yazı yazmaq, müəllimi dinləmək, sosiallaşmaq, adaptasiya və onların digər bacarıqları isə sinifdə formalaşır, digər uşaqlarla birgə. Yəni, inklüziv təhsil həm əlilliyi olan uşaqların, həm də sağlam uşaqların birgə olan təhsil sistemidir. Və biz loqopedlərdə yardımçı otaq vasitəsilə o fərqliliyi aradan azaltmağa çalışırıq ki, bu daha da qalaballaşmasın ki, məsələn, uşağın davranış pozuntusu var, dərsə mane olur. Xeyr, yəni biz onu elə sistemli şəkildə formalaşdırırıq ki, dərs prosesi olduğu kimi gedir və hətta biz siniflərimizin göstəricilərinin də hər ay digər siniflərlə fərqi olmur. Bizim bu şagirdimiz kiçik motor bacarığı zəifdir və diqqət əksikliyi var. O çantasını açıb bağlamaqda da çətinlik çəkir və digər açardan istifadəni burada öyrənir. Bu ansərifdir? Aysa, götür yerinə qoy, Ədalət. Götür qoy yerinə. Afərin sənə. Bu gördüyünüz lövhə əlifba lövhəsidir. Burada uşaqlar hərfləri tanıyır, öyrənir, eyniləşdirir. Həm də ki, əlifba sırasını öyrənir. Bizim Ədalət balamız bütün hərfləri tanısa da, əlifba sırasını yadda saxlamaqda çətinlik çəkir. Bu ona kömək olur ki, hərfləri düzgün yerləşdirsin və əlifbanı düzgün sırayla sadalaya bilsin. 3 vur 5 neçə edir? Aferin sənə. 3 vur 8 neçə edir? Fikirlər, sən bilirsən. Çox bilirdim. Aferin sənə. Valideynlər daha çox bu narahat edir də, inklüziv təhsil nəyə görə istəmirlər? Fikirləşir ki, əlilliyi olan uşaq dərsə mane olacaq. Amma yox, müəllim, şagird, valideyn, loqopedik dəstək, loqopedlərin dəstəyi, mütəxəssislərin dəstəyi nəticəsində, məktəb direktorunun dəstəyi nəticəsində, mühitin dəstəyi nəticəsində bu prosesi qurmaq olur. Ümumiyyətlə, uşaqların müəyyən qədər nitqi olmalıdır və onların müəyyən bacarıqları olmalıdır, davranış pozuntusu çox göstərməməlidir, yüngül dərəcəli əqli gerilik olmalıdır ki, inklüziv təhsil sistemində təhsil tətbiq olunan məktəblərdə təhsil ala bilsin. Eyni ilə bizim uşaqlarımızda da autizm spektr pozuntusu olan yüngül dərəcəli əqli geriliklə olan şagirdlərimiz var, Down sindromlu uşaqlarımız var, gördüyünüz kimi serebral iflic var, dayaq hərəkət aparatının pozuntusu olan uşaqlar, sonra psixi inkişaf ləngiməsi olan uşaqlarımız var ki, bu məktəbdə təhsil alırlar. Bir şagirdimiz var, valideyn gəlib ki, müəllim də deyir ki, dayanmadan sinifdə isterikalar göstərir. Mən də baxıram ki, bu uşaq axı gələndə belə deyildi. Sən demə, uşaq sinif o qədər isti olub ki, və o istiliyə görə sıxılıb, daralıb və qışqırır, sözünü də ifadə edə bilmir, fikrini ifadə və autizm spektr pozuntusudur. Nitq var, amma belə deyim də, ünsiyyət qurmaqda çətinlik çəkir, fikirlərini bildirməkdə çətinlik çəkir. Gəlib bircə düyməsini açmaqla uşağı sakitləşdirmişik. Yəni, bunun üçün həmən uşağın bu hansı səbəbdən bu davranışı sərgiləyir? Bu uşaq nəyə görə bu formada olur və yaxud da ki, bu uşağın hansı ehtiyacı var, onun nəzərə alınsa, yəni bu proses daha mükəmməl gedər. Yəni, bir şagirdimiz var idi, davamlı olaraq sinifə ayaqqabısının bağını bağlamadan girirdi.
İnanırsınız dəfələrlə müəllimi də deyirdi ki, filan kəs ayaqqabını bağla, filan kəs ayaqqabını bağla. Mən gəlirdim, ayaqqabını bağla, yıxılarsan, tənəffüs olar, kimsə səni itələyər, bağı açılır və sən yıxıla bilərsən. Yəni o təhlükəni onu deyirdi, amma etmirdi. Sonra bir yoldaşı yaxınlaşdı, dedi ki, gəl ayaqqabımızı bir yerdə bağlayaq. O inanırsınız bağladılar. İndi hər dəfəsində uşaq ona dəstək olurdu. Bir müddətdən sonra baxdım ki, uşağın dəstək olmadan da o gəlir və özü bağlayır və anlayır ki, sinifə girmişəm, ayaqqabım açıqca ayaqqabımı bağlamalıyam. Bilirsiniz necədir? Maşınla gəlirdi və orada sərbəst oldu, ayaqqabısını açırdı və o ipli ayaqqabılar. Sonra elə də geyinib qalxırdı sinifə. İndi amma sinifə gəlir, yadına düşür ki, hə, bağlamalı. Onu kim öyrətdi? Mən müəllim olaraq dəfələrlə dedim, sinif müəllimi dəfələrlə dedi. Amma bu hər hansısa bir sinif yoldaşı ona öyrətdi ki, bunu bu cür etmək lazımdır. İnklüziv təhsil şəraiti yaradır ki, həmən uşaqlar öz bacarıqlarını göstərə bilsinlər, cəmiyyətdə özlərini aparma qaydalarını öyrədir. Həm də həmən o gizlədən valideynlər, yəni çoxdur ki, mənim uşağımın problemi var, bəlkə o digər yoldaşı onun yanında oturmaq istəməyəcək, ondan bəzilər hətta onu ilk gələn valideynlərimiz o var ki, bəlkə iyrənər, bəzisi onun yeməyinə baxar, o birdən düzgün yeməz, qoy mən tənəffüslərdə yanında əyləşim. Amma inanırsınız, vaxt keçdikcə özləri görürlər ki, yoldaşı ona dəstək olur və kənardan o pis qarşılanmır. Çünki birinci sinif şagirdidir. Özündə olan şeyləri digərinə öyrətməyə çalışır. Bizdə də o öyrətmə, sevmə, o sevgini göstərmə qabiliyyəti çox gözəldir. Bizim insanlara, bizim millətimizə xas olan bir duyğudur. Ona görə o uşaqlarımız, birinci sinif şagirdlərimiz onu aşılamağa çalışırlar. İlk gəldikləri zaman onlar daha çox səs-küydən qorxurlar və yaxud da kimlərinsə daha çox səs-küy, sonra verilən tapşırıqları icra etməməkdə və yaxud da ki, görürlər ki, hər kəs hansısa bir işlə məşğul olur, amma onlar bəzən olur ki, görürsünüz ki, onlar kimi yaza bilmirlər, aqressivləşirlər. Yəni bu hallarımız olur. Yəni bizim uşaqlarımız da birdən-birə bu mərhələyə gəlib çatmayıblar. Biz ilk dönəmlərdə daha çox onlara adaptasiya olsunlar deyə özümüz də siniflərə cəlb olunuruq. Gəlirik, yanlarında əyləşirik, onlara dəstək oluruq. Sinif müəllimi ilə ünsiyyətini formalaşdırırıq, şagirdlə ünsiyyətini formalaşdırmaq. Yəni bu şəkildə dəstək oluruq və onların adaptasiya dönəmindən sonra yardımçı otağa gəlirik və burada akademik biliklərə yiyələndiririk. Bəzi uşaqlarımız var ki, sentyabr, oktyabr aylarında göstərdikləri o aqressiyanı artıq göstərmirlər. Artıq o mühitdə formalaşıblar. Heç kəs fikirləşməsin ki, onların heç nəyi bacarmır, onlar sadəcə problemləri var. Yəni onu çox heç istəmirəm. Ona görə də bunu dəfələrlə hər zaman bütün bizə gələn qonaqlara, onların bacarıqlarına davamlı olaraq danışıram. Dedi. Yes.